Laçın işğalından Şuşanın işğalı kompleks halda götürülməlidir və kompleks halda təhlil olmalıdır. Çünki Şuşa və Laçın elə bir durumdaydılar ki, və onların hərbi cəhətdən yerləşməsi elədir ki, Laçının işğalı Şuşanı tam mühasirə vəziyyətinə salırdı. Çünki Şuşa Dağlıq Qarabağ istiqamətindən mühasirə vəziyyətində idi və yeganə giriş və çıxış Laçından idi. Digər tərəfdən Şuşanın süqutu isə Laçını tam qapanmamış mühasirə vəziyyətinə salırdı. Ona görə də bunların həmişə işğalından danışırsa, mən göstərirəm ki, Laçın və Şuşa döyüş meydanında kürək-kürəyə sökənmiş zəngavara bənzəyirlər. Və bunların birinin ləğvi, birinin məhv edilməsi, birinin aradan qaldırılması, digərinin arxadan zərbə almasına şərait yaradırdı və birinin olmaması digərinin etibarlı müdafiəsini təşkil etməyə imkan yaratmırdı. Yəni, Laçınla Şuşanın o vaxtki durumu belə idi. Çünki məsafə baxımından bunlar birbirine çox yaxın ərazilərdir və Şuşanın işğalı Laçın işğalına yol açdı. Hadisələrin gelişində maraqlı nüanslar vardır. Təsəvvür edin ki, 30 aprel 1992-ci ildə əmr verilir. Mən bu əmri təqdim edəmişəm məhkəməyə, eyni zamanda həmin əmr məndə var. Əmr sizin qarşınızdadır. Gördüyünüz kimi həmin əmrdə göstərilir ki, Laçın polku ləğv edilsin və 704 nömrəli briqadanın tərkibinə verilsin. Burada nə yazılır? 811-ci polkun adından bundan sonra danışmaq qadağan olunsun. 1 may 1992-ci ildən 811 saylı hərbi hissənin əvvəlki hərbi adından istifadə qadağan olunur. Və hərbi hissənin komandirinə, yəni mənə əmr olunur ki, bütün texnika, silah və hərbi əvadanlıq və inventarlar 704 nömrəli hərbi hissənin komandirinə təhvil verilsin. Əgər hərbi hissə tabi oturursa, onda mənim silahımı, süsatımı, hərbi avadanlığımı alıb başqa hissələrə verilmirlər və təbii ki, mənim hərbi hissəmin də adından mənim əmr vermək səhətlərimi ləğv eləmirlər və hərbi hissənin bütövlükdə ləğvi haqqında maddə olmur. Yəni bu, o vaxtlar belə bir məsələ baş vermiş ki, bu əmr veriləndə əmrin başında yazır ki, hərbi hissənin tabi etdirilməsi haqqında. Amma bu əmrin şəqqasıdır. Əmrin mahiyyəsi gördüyünüz kimi gözünün qabağındadır, hərbi hissənin ləğv edilməsi və təsəvvür edin ki, ermənilərin Laçına və Şuşaya hücum edəcəyi haqqında kəşfiyyat materiallarının çox müsəlləh olduğu bir dövrdə və bu məlumatların aramsız şəkildə və ən müxtəlif mənbələrdən daxil olduğu bir məqamda həmin dövrlər üçün, hətta bəlkə indiki dövr üçündə Azərbaycanda döyüş zərbə qüvvəsi, yəni zərbə qüvvəsi çox yüksək səviyyədə olan, özünün taktiki, fiziki, atıcılıq və bütün növlə hazırlıqları üzrə çox yüksək səviyyədə olan, 4 il 3 ay döyüş təcrübəsi olan, eləcə də şəxsi heyətinin mənəvi psixoloji durumu çox yüksək olan bir hərbi hissə ləğv edilir. Laçında olan döyüşən insanların əlinə silah alıb, onları ambara yığıb, qapısını qıfıllayıb, Laçın işğalın cəmi cümlətanı 120 insana tapşırmaq və Laçın əhalisinin, eləcə də Azərbaycanın digər ərazilərinin əhalisini təşkilata qoymağın məntiqi hələ indi də mənim üçün anlaşılan deyil. Əslində mənim üçün anlaşılandır. Cəmiyyət üçün biz bunu anlatmanı cəhd edəcək də nədənsə müəyyən müqamət göstərən qüvvələrin səyi nəticəsində biz həqiqəti ortaya qoya bilmədik. Təbii ki, Laçını saxlama olardı. Ən əsas mən bunu qeyd edirəm ki, əgər Laçın və Şuşada olan qüvvələrə etibar olunsaydı, bu əsas yəni yerli əhəmiyyəti, lokal baxımdan mən bunu, yəni bu məhəlli əhəmiyyəti baxımdan mən bunu demək istəyirəm ki, o qüvvələrə etibar olunsaydı, Laçın və Şuşa o ərazi işğal olmazdı. İkinci, Laçının işğal səbəbləri, o cümlənin Şuşanın işğal səbəbləri təkcə bu deyil. Yəni siyasi aspektdən biz bunu təhlil etsək görək ki, həmin vaxtlarda respublika xaos idi. Ölkə rəhbərliyi demək olar ki, ərazilərinin işğalı məsələsindən o qədər ciddi məşğul ola bilmirdi. Yəni, məşğul olmanın eyni zamanda subyektiv səbəblərlə, yəni ki, obyektiv səbəblər də vardı. Yəni, xaos, özbaşınalıq, siyasi qalmaqallar, bunlar var idi. Və sanki Laçın, Qubadlı, Kəlbəcər, o cümlənin digər səhətlərində Şuşa, bir rayon, bir respublikanın təkbətə döyüşürdü. Bu çox fəlakətli bir şeydir. Yəni, Laçın öz dərdindən baş-başa idi və demək olar ki, o cümlədən Azərbaycanın digər döyüşən bölgələri təkbətək bir rayon olaraq bütöv bir respublikanı döyüşürdülər. Və bu bizim qüvvələr nisbətində böyük fərq yaradırdı. Bir mənalı bəlli məsələdir. BMT-yə daxil olan, ərazisinə daxil olan Azərbaycan və Ermənistan. Hamının gözü qabağında işğal xalqı var, BMT-nin qərarları var, amma beynəlxalq aləm. Ona görə mən hesab edirəm ki, bizim bugün əsas məqsədimiz beynəlxalq aləmdə Azərbaycan münasibətləri ciddi şəkildə təpki göstərərək gəlmək lazımdır. Cəmiyyətin uduşu üçün bir mənalı milli birlik lazımdır. Mən bunu siyasi aspektdən demirəm. Mən siyasətdə deyiləm bugün. Mən bir millətçi insan olaraq, Azərbaycanda olan millətçi kəsimin bir nümayəndəsi olaraq və bir millətçi insan olaraq hesab edirəm ki, bütün uduşlar milli birlikdədir. Siyasi qalmaqallarda çəkinməkdədir. Millətə, vətənə, iqtidarın müxalifəti vicdanı xidmətdədir. Kömək gəlsə o aşağıdan, qayğıdan, saydan düşüb, o da buradan gələcək. 2 saatdan sonra baxacağım nə vaxt imkanım olacaq. Gəlsəm, görsəm ki bunlar bu aşağıda oturuyor. Səni güllələyəcəm. Bunlar bu dəqiqə gəliblər.
Yerinə yetir. Uşaqlar, o perivala baxın, bax perival. Ben Mayor Rızayevam, komandir zvodum. Ofisiyer batalyonunun komandir Para zvodum. gedirsən. Meydimiz var idi, dünən döyüşe düşmüşdük burada. Bu döyüşte... İki nəfər bir şəhidi aparar. Mayor, bir şəhidi neçə nəfər aparar? 3 nəfər şəhidimiz var, qardaş. Hələ axtarırıq o Hələm axtarırıq o birlər. Hara gedirsiniz bəs? Maşınla axtarırsınız? Maşınla Dünəndən biz axtarmırıq. burada düşmüşük ki. Dünəndən biz burada... Zvodunuz gələr bir də birləşər. Maşınla axtarmırıq. Bir nəfər gəlsin qalanınız yerə. Sakit ol. Sakit ol. Bağlar qədər. Sakit ol. Oturublar orada. Saxlamayın. Yenə kəsə kişi. Əmə. Siz qardaşım orada olma. İşğal nəticəsində 63.341 azərbaycanlı öz ev eşiyindən didərgin düşüb, 261 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfərsə əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək olan 24.374 uşaqdan 18 nəfəri şəhid, 225 nəfərsə əlil olub. 33 uşaq hər iki valideynlərini itirib.